İnsan öz ana dilində aləmlərin Rəbbi olan uca Allaha dua edə bilər. Duanın ərəbcə olması şərt və ya vacib deyildir. Ona görə ki, dua ümumi ibadətdir. Allah Teala buyurur: "Və qala rabbukum ud'uni estecib lekum." Rəbbiniz dedi: "Mənə dua edin, mən də sizin duanızı qəbul edim." Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm söyləyir ki, həqiqətən də sizin Rəbbiniz səxavətli və həya sahibidir. Bəndəsinin ona açılan, ona qalxan əllərini boş, sıfır qaytarmaqdan həya edib utanır. Duanı hər bir insan öz ana dilində, öz lisanında edə bilər. Amma zikirlər oxumaq, Allah Taalanı xatırlamaq, bunlar ərəbcə olmalıdır. Zikirlər Qur'an-ı Kərimdə və Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin səhih sünnəsində gəldiyi kimi eyni ləfizlərlə ərəbcə oxunub, ərəbcə edilməlidir. Ərəb dilində edilməsi, yerinə yetirilməsi vacib olan ibadətlər kəlmə-i şəhadət gətirmək. Kəlmə-i şəhadəti hər bir insan ərəbcə söyləməlidir. Namaz üçün azan oxumaq və iqamə vermək ərəb dilində olmalıdır. Namazın qılınma qaydası, namazın sözləri mütləq ərəb dilində olmalıdır. Öz dilində, öz lisanında azan oxumaq, iqamə vermək, öz dilində, öz lisanında namaz qılmaq heç biri olmaz, icazəli deyildir. Ona görə ki, bu ibadətlər xüsusi ibadətlərdir. Mütləq ki, ərəb dilində yerinə yetirilməlidir. Amma dua Allahdan istəmək öz dilimizdə olar, icazəlidir.